evliliğimizdir. Evliliğimizin 11 ili tamam olur. Bunu qeyd eləmək üçün də rayona gedirik. 11 ildə ilk il dönümümüzdür ki, biz bunu qeyd edirik. 11 ildə 10 il keçirdiyimiz bütün evlilik il dönümlərdə küsülü olmuşuq. Birbirimizi danışdırmamışıq. İlk ildir ki, deyəsən 10 ildən sonra oturuşmuşuq. Birbirimizi tanımağa başlamışıq da bilməm. İlk il dönümümüzdür ki, biz bunu küsülü olmadan keçirdirik. Əslində yenə də küsülü olmalıydıq qanunla. Çünki mən bugün başqa yerə getməliydim. Rayona yox. Uşaq evinə getməliydim. Yoldaşım dedi ki, yox, imını bugün qeyd eləyirik. Bugün qeyd eləməsək getmirik. Yəni, təsəvvür edin ki, mən getmişdim uşaqlar evinə, qeyd eləməsəydim. Mən də küsül olacaqdım ki, bayramı niyə qeyd eləməmişik? O da məndən küsəcəkdir ki, niyə bizi yox, başqa şey seçdik. Görək başımıza nələr gələcək. Məni təkləmişsiniz ha. 3G-də bir dənə mən qız məni təkləmişsiniz. Ama vermişəm sən, nə gözəlsən, rüyada görmüşəm. İnan sevdiğim Allah. Yok inan sevdiğim andan. Aşık oldum ay Allah, nə gözəlsən. Sesimin inceliği. Bir də muzika qoşumla ora darıxırıq belə. Hər öz işi ilə məşğul olsun da. Yəni işin öz gözəlliyimə görə yaradanma şükür eləməkdir. Sənin işin nədir bəs? Mənim gözəlliyimə görə yaradan şükür. Gülün də, niyə gülmürsünüz uşaqlar? Mən cəmaatı güldürmək üçün da klon işləmirəm. Biri sən, biri mən. Səsim yox demə. Heç müğənni olmuyor. 24, 25 yaşından 28 yaşında və 3-4 il ərzində mənim 100 kiloya qədər çəkim qalxmışdı. Belə də sağlamlığım çox da qaydasında deyildi. Tiroida görə 2000 manata yaxın mən müalicəyə pul xərcləmişəm. Amma sonra özümü necə sağlam saxlaya bilərəm barəsində çox araşdırmalar eləmişəm bu barədə. Necə deyim, özüm üçün bir sistem qurmuşam. Və kimin nə sualı olsa versin. Olsun deyinin yazsınlar ki, sən biləsən ki, kiməsə maraqlısan ya yoxsa. Hə, maraqlı olsa mənə yazın ki, mənə maraqlıydı. Ya da suallarınızı verin. Videonun altına yazsınlar. Sırası atlama. Mənə deyəndə ki, videonun altına yazdılar da. Mənim WhatsApp-lardan bilirlər mənə yazdılar. Ay Allah, hər şeydir bu. Bu burun nəfəs almaq üçündür. Oksigen qəbul edib karbon xaric eləmək üçündür. Başqa şey üçün deyil. Geldiğimiz yerde tabii yeme şoko. Buradan çıkıp 10 kilometre yol gələndən sonra yadıma düşür ki, sumkam qalıb burada və həmin 10 kilometri qayıtmışıq, sumkanı götürmüşəm. Xırıq Afoca şəlaləyə baxmağa. Mənzərə.
Arkadaşlar, biz Afurcaya gələndə Afurca şəlalənin yanından daha çox bu boş yeri xoşlayıram. İndi mən arxa fonda nə görürəm, indi onu sizə göstərəcəm. Günlük rutin döngülərdə həyatımızı yaşadığımız zaman bəzən yaşamağı unudub sadəcə görməli olduğumuz işlərə fokuslanırıq və bu da həyatdan dad alma bacarığımızı azaldır. Bəli, həyatdan dad alma bir bacarıqdır və bunu məşq kimi necə əzələləri inkişaf elətdirirsən, yaşamağı hiss eləməyi də inkişaf elətdirmək lazımdır. Bunun üçün zaman ayırmaq, düşünmək, insanın özünü dinləməsi çox vacibdir. Nə olursan ol, ana da olsan, bir ailənin idarəçisi də olsan, yenə də özünü xatırlamalı, özünü seçməli olduğun nöqtələr var. Əgər özünə zaman ayırmasan, özünü sevməsən və özünü seçməli olduğun saatlarda özünü seçməyib başqa bir şeyləri seçsən, o zaman başqalarından artıq gözləntin daha çox almağa başlayacaq. Özünü sevmədiyin, özünə zaman ayırmadığın hissini başqasından görməyə istəyəcəksən, başqasından tələb eləyəcəksən. Bu da qarşı tərəfi yoracaq, sıxacaq və bezdirəcək. Bu fərqi yoxdur kim olursa olsun, istər övladın olsun, istər yoldaşın olsun, istər ən yaxın adamın olsun. Qarşı tərəfi çox bezdirir, çox sıxır. Yəni bu hadisələrin yaşanmaması üçün sən özünü seçmək məcburiyyətindəsən. Özünü sevməyən insan, mən özümü sevmirəm, sən məni sev. Sanki bu tip bir, necə deyim, situasiya yaranır. Özünü sevməyən insanı heç kəs sevmir və bir övlad üçün ən gözəl sevgi şəkli odur ki, özünü sevən bir ana tərəfindən sevilmək. Bu dünyanın ən xoşbəxt övladları ola bilər. Qalın geyinib, amma yenə də soyuqdur. Ona görə bir... Ama içeri gidelim de. İçəri gedək. Çox soyuqdur. Gəl Məhəmməd. Bura yayda qəşəng olar. İndi çox soyuqdur. Burada otursaq donar. Gedirik içəri. Orada pəncərə qalan. Buralarda bir yerdə otur. Biz içəri girəndə günəş batmışdı. Ona görə qorxduq, həm də buludlar var idi. Dedik yağış yağar. Ona görə çıxdıq çöldə oturduq, içəridə oturduq. Bu da bizim yerimiz. İçəridədir. Biz də çıxmışıq çölə. Dermanların hiç yeleklerin yok. Evde 10 tane derman satır. İndi içmezsin. Neyse. Reklamlar. Sifarişlərimiz yenə həmişəki kimi oldu. Xırçıltılı badımcan, çoban salatı. Xırçıltılı badımcan o qədər də xırçıltılı deyil idi, amma bunların çörəklərini bəyəndim, dadlıydı. Daha sonra isə vişnəli canət əvəzinə turşulu canəti gəldi. Vişnəli canətləri yox olmuş, amma düzünü deyim ki, bu vişnəli canəti, turşulu canəti mənim xoşuma gəlmədi. Çünki ət doşunko dadır. Bura Təngaltı resortdur. Həm oteldir, həm restorandır, səhv eləmirəmsə. Belə ümumiyyətlə zalın özü, terası qəşəng idi, zalın içi də qəşəng bəzənmişdi. Daha sonra kebablarımız gəldi. Kebablardan normal idi. Yəni 10 üzərindən 9 verə bilərəm. Belə ümumilikdə sifarişlərimiz orta normal idi. Bəyəndim. 140 manat verdik burada hesab. Dizayn xoşuma gəldi. Özəlliklə tavan detalları çox qəşəng idi. Restoranın içi səliqəli idi və artıq
evə tərəf gedirik. Yolumuzun üstündə bir çay yeri tapıb çay içəcəkdik, amma yağış yağdı. İnsan özünü seçməsi üçün əvvəlcə özünü tanımalıdır. Özünü tanıması üçünsə əvvəlcə özünü müşahidə eləməlidir. Uzun bir müddət mən nəyi sevirəm, nə eləyəndə xoşbəxt oluram. Və mən yol mənzərələrini, çəkdiyim gözəl şeyləri sona saxladım. Çünki danışmaq istədiyim kiçik mövzular var idi. İnsan özünü seçməsi barəsində danışmaq istəyirəm. İnsan özünü seçməsi, yəni insan özünə xəyanət eləməməsidir. Öz istəklərini bilməsi, onu nə xoşbəxt edir, onları bilməsi və ona uyğun davranmasıdır. Atıram, qeybət nəyə görə haramdır? Bir insan sənə bir pislik eləyir ya da hər hansı bir pis davranışı var və sən bu davranışı sevmirsən və bunu başqa bir insana dilə gətirirsən, xoş olmayacaq tərzdə, yəni o insan eşitsə, onun xoşuna gəlməyəcəyi formada danışırsan. Əgər o insan sənə o hərəkəti elədiyi zaman ona qayıdıb desən ki, bu hərəkətin mənim xoşuma gəlmədi, bir də təkrar eləmə. Ya da bu hərəkətin məni narahat eləyir, mən bu hərəkəti görmək istəmirəm. Yəni həmin anda onun sən elədiyinə ya da hər hansı bir formada elədiyini və sənə xoş gəlməyəcək o şeyə cavab vermiş olsaydın, inanıram ki, onun haqqında kənarda gəlib danışmaq məcburiyyətində qalmayacaqdın. Yəni buna ehtiyac hiss eləməyəcəkdin. Ümumiyyətlə, mən ətrafında məni tanıyır ki, biləndə bilir ki, mən ümumiyyətlə qeybət eləməyi və qeybət sevən insan deyiləm və yanımda da qeybət eləyəndə mütləq, necə deyim, yanımdakı insanı ayıldıram ki, başqa insan haqqında pis danışmaq bizə qalmayıb. Çünki heç kimin günahını boynuma götürmək istəmirəm. Özüm də zar-zor qazandığım kiçik savablarımı kiməsə vermək istəmirəm. Buna görə qeybətdən çox uzaq bir insanam. Kimsə mənə nəsə eləyirsə, xoşuma gəlmirsə, deyərəm. Bacarmıramsa uzaqlaşaram. Həmin ortamda məni saxlayan nədir? Niyə mən məcburam ki, xoşuma gəlməyən davranışları görüm və orada dayanım? Bu mənim özümə xidmətimdir, özümə sadiqliyimdir və mən heç bir zaman özümü tapdalayıb başqasını seçmərəm. Bunu elədiyim dönəmlərdə immunitet olaraq çox zəifləmişdim, çox düşmüşdüm. Güzgüdə özümə baxmağa belə utanırdım ki, mən nə gündəyim. Ona görə insan özünü dinləməsi, özünə qulaq asması, öz xoşuna gələcək formada olması, mən övladlarıma da həmişə deyirəm ki, oğlum, elə hərəkət elə ki, özün xoşuna gəl. Özün xoşuna gəlsən, özünə hörmət eləyəcəksən. Özünə hörmət elədiyin zaman da başqaları sənə hörmət eləyəcək. Özünü sevmədiyin tərzdə davranmaq, özünü sevməməyə gətirib çıxardır. Özünü sevməyən insanda nə sərhədi olur, nə xoşbəxtliyi olur, nə istəklərini bilir, nə qərarları necə deyim, radikal qərarlar verə bilər, sərt qərarlar verə bilər. Həmişə kimdənsə asılı olur. Amma Allah bizi azad yaradıb və kimdənsə asılı olmaq insan üçün yaralayıcı bir şeydir, xoş olmayan bir şeydir. Və mən bu şeyləri də boş yerdən danışmıram. Başıma gələnlərdən, dərs çıxartdığım, az çox yaşım yoxdur. Yəni yəqin ki, ömrümün yarısını yaşamışam. 32 yaşım var və bu 32 ildə keçdiyim periodlar, uşaqlıq dönəmi, gənclik dönəmi, yeniyetməlik dönəmi, nə bilim, qrup yoldaşlarım, məhəllə uşaqlarım, düşdüyüm situasiyalar, iş yoldaşlarım, bunlardan ortaq bir nəticə çıxartmışam. Nə məni narahat eləyirsə, onların üzərində işləmişəm, öz xasiyyətlərimin üzərində işləmişəm. Ümumiyyətlə başa düşmüşəm ki, üzülmək insanın özünə xəyanətidir. Pis olmaq, qəm çəkmək, bu insanın özünə xəyanətidir. Hətta Peyğəmbərimizdən belə bir dua var ki, qəmdən zövq almaqdan Allaha sığınıram. İndi sual verə bilərsiniz ki, qəm pis şeydir. Bir insan ondan niyə zövq alsın ki? Əgər bir insan bir yerdə uzun müddət durursa və bu onu narahat eləmirsə, demək ki, oradan zövq alır. Bunu özünə etiraf eləsə də belədir, eləməsə də belədir. Çünki insan mənfəətpərəst varlıqdır və zövq aldığı yerdən yapışıb qalır. Heç kim ona xoş olmayan yerdə qalmır. Bu xoşluq həm yaxşı ola bilər, həm pis ola bilər. Ola bilər ki, bir insan, məsəl üçün bir uşaq, düşünün, hər gün anası tərəfindən döyülür. Sonra o döyülməyən, mehriban bir ortamdan keçəndə bu ona qəribə gələcək. O döyülmək istəyəcək və döyülməyə arzulayacaq. Döyülmək yaxşı bir şeydirmi? Xeyr. Bəs bu onu niyə istəyir? Çünki onu yaşayıb, ona tanış situasiyadır. İnsan yenilikləri qəbul eləmək üçün məcburiyyətindədir. Yoqaya başlayan insan həmən handstand eləyə bilmir, əl üzərində dayana bilmir. Amma dəfələrlə məşq eləyəndən sonra əl üzərində dayanmağı bacarır.
Bunu necə eləyir? Xüsusi bir bacarıq deyil ona verilən. Bu öz üzərində işləməkdən yaranır. İnsanın öz üzərində işləməsi ona ağıl almayacaq dərəcədə xoş formada geri dönüşlər eləyə bilər və bu insanın özünə yatırımıdır, gələcəyinə yatırımıdır. O valideynlər ki, öz ömrünü, həyatını uşaqlarına qurban veriblər, onlar yaşlananda və böyük, hətta uşaqları böyüyəndə onları həmişə günahkar hiss elətdirirlər ki, mən sənə saçımı süpürgə elədim. O uşaq dünyaya gəlməyi səndən xahiş eləməmişdi. Sənə yalvarmamışdı ki, məni dünyaya gətir. Sən özün öz istəyindən uşağı dünyaya gətirmisənsə, ona günahkar hiss elətdirməməlisən, ona yüklənməməlisən. Səni ana eləyib deyə ona təşəkkür eləməlisən. Amma ona görə yox ki, mənim üçün əziyyət çəkiblər, məni böyüdüblər, məni min bir əziyyətlə böyüdüblər, yox. Ona görə ki, mənə həyat veriblər. Onlar o əziyyəti mənim üçün çəkməsəydilər də mənim valideynlərimdir, məni dünyaya gətirib mənə həyat veriblər. Heç kəsə həyat vermək qüdrətində deyil. Amma valideyn övladına həyat verə bilir. Onlar mənə həyat verib deyənə mən ömrümün sonuna qədər onlara minnətdaram. Çünki həyatda olmaq həqiqətən dəyərlidir və Allah hər kəsi xüsusi yaradıb, fərdi yaradıb, individual yaradıb, hər kəsi xüsusi diqqət eləyərək yaradıb. Və həyat həqiqətən də dərk olunduğu müddətcə, yaşanıldığı müddətcə, avtomatik şəkildə yox, hiss edilərək yaşanıldığı müddətcə çox gözəldir, çox mənalıdır, çox dəyərlidir və həyatın dəyərini başa düşən insan heç bir zaman qəm çəkməz, heç bir zaman üzüntü ona yaxın gələ bilməz. Belə, bura qədər izlədiyiniz üçün təşəkkürlər.